Vaxtınız xeyir olsun değerli izleyicilerimiz. Hoş gördük sizleri. Buzovnada, Buzovnanın güzel bir yerinde möhtəşəm bir 2 mərtəbəli həyət evimiz çıxıb. Allah herkesin malının mülkünə bərəkət versin və istediği mülke sahip olsun inşallah. İkinci mərtəbədən demək olar tam dənizi görürsünüz. Aşağıda 3 otaq, 1 mətbəx, 1 sanuzel. Yuxarıda bir böyük mansard, 2 otaq və həyətdə əlavə 1 otaq, 1 sanuzel. Balaca bir çay hövzü var və həyətdə oturmaq üçün yeri və belə bir naves və müxtəlif meyvə ağaclarına qədər var. Yalnız evin bir fasadına ehtiyac var bayırdan, bir də içəridən aboyuna. Sənəd köhnə bağlar sənədi çıxarışa gedir və ilkin olaraq qiymət 120.000 manat. Yəni bu qiyməti Buzovnada, hətta belə deyək, dənizə panorama İnşallah təqdim edək sizlərə. Gəlin zəhmət olmasa göstərək sizlərə. İlk öncə evin ön hissəsini təqdim edək. Evin ön hissəsini təqdim edək sizlərə. Və sonra giriş hissəsini göstərəcək və giriş hissəsindən keçəcək digər otaqların təqdimatına. Və onu da nəzərinizə çatdıraq ki, aşağıda da badvalı var. Gəl buradan zəhmət olmasa giriş hissəsini verək. Bu giriş hissəsini sizlərə təqdim edək və burada əlavədə sağda bir otaq, bir mətbəx və burada da kombi otağı, belə deyək də, nəzərdə tutulub. İnşallah bu otağı sizlərə təqdim edək. Qiyməti də münasibdir, ev özü yaxşı ev eşidir. Bax, burada balaca bir otaq və burada sanuzeli. Və keçid edək. Qeyd etdiyimiz kimi birinci mərtəbə, sonra ikinci mərtəbənin təqdimatını. Sağ hissəni göstər zəhmət olmasa. Sağ hissəni ver. Və sol hissəni göstər, bax bu hissəni də göstər. Və girişi təqdim elə. Rahat bir şəkildə, hətta giriş hissəsində belə fikir verin betonlardır. Və keçək. İnşallah qeyd etdiyimiz kimi evin içərisini təqdimatına və qeyd etmişdik bir aboya ehtiyac var. Birinci mərtəbənin zal hissəsini təqdim et zəhmət olmasa. Bir səliqəli bir zal var. İstilik kombidir. Bu tərəfdən də o tərəf izlə. Bir balaca kamen var. Kameni də göstərək izləyəcəyimizə. Gəl zəhmət olmasa bura. Buradan çəkil arxadan təqdim et zəhmət olmasa. Və keçək digər otaqların təqdimatına. Burada bir yataq otağıdır. Yataq otağını təqdim et zəhmət olmasa. İkinci yataq otağını təqdim elə. Və gəl mətbəxi təqdim edək. Mükəmməl bir şəkildə çizib yerdə mükəmməldir. Bura mətbəx hissəsidir və bir sizi nəzərinizə çatdırım. Bax burada arxada qapı açılsa göstərəcəm sizlərə. İstəmirəm biz vaxtınızı alın. Bax burada da arxada tam rahat şəkildə evin arxasına keçid edilmək olur. Və sanuzelini təqdim edək və qalxaq ikinci mərtəbənin təqdimatında inşallah. Və sanuzel hissəsini sizlərə təqdim edək. Və keçirik ikinci mərtəbənin təqdimatına inşallah. Və qalxırıq ikinci mərtəbə. İkinci mərtəbədə qeyd etmişik. Bir böyük mansarddır, 2 yataq otağıdır. Və açıq eyvanı da göstərək, izləyicilərimiz izləsinlər tam şəkildə. Fikir verin dəyərli izləyicilərimiz. Gözəl bir geniş mansard və ikinci otaq, birinci yataq otağımızı təqdim edək. Və gəl bura. Bu ikinci yataq otağımız. Buradan da mansard hissəsini təqdim elə. Və buradan da təqdim edirik. Və açıq eyvandan gəl zəhmət olmasa qabağa. Ən azından dəniz bax, dəniz oradan belə deyək, düz evə panorama görmək olur. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Buzovnanın gözəl bir yerindədir. 3 sot torpaq sahəsinin üzərində inşa edilib, şəxsi tiklidir. Belə deyək də 5 otaq, həyətdə 1 otaq əlavə və mansard, sanuzel. Sənəd çıxarışı qeyd etdiyimiz kimi yararlıdır, köhnə bağlar sənədidir. Və qiymət 120.000 manatdır. Reallıq olarsa inşallah da indirim olunar. Səhifəmizi izləyək ki, məşqlər əmlak əməkdaşlar və rəhbərlik yardımcısı sizlərdən təşəkkürümüzü bildiririk.